Salam, hər vaxtınız xeyir olsun. Çox hörmətli həmkənlərim, möhtərəm qonaqlar, mehriban dostlar, bugün hamınız xoş gəlmişsiniz. Kamuran qardaşımızın, Tərvan bacımızın yurduna, ünvanına gələn ayaqlarınız var olsun. Arzum Allah'tan budur ki, hər biriniz evdən çıxanda qədəmləriniz bax belə gözəl günlərə açılsın inşallah. Bəli, bugün Murad balamız müqəddəs hərbi xidmətini uğurla başa vurub geri qayıdıb, xoş gəlib, səfa gətirib. Arzu eləyək ki, günlər o günlər olsun ki, Murad balanın toy məclisinə yığılışar inşallah sizdir, bizdir. Mən bu münasibətlə həm öz adımdan, həm bura gələn dəyərli qonaqlar adından Kamuran qardaşımızı, Tərlan bacımızı səmimi qəlbdən təbrik edirəm. Onların yaxınlarına, doğmalarına göz aydınlığı verirəm. Əziz dostlar, dünyada belə bir qanun var. 25 il əsarət altında qalan torpaqlar əsir götürmüş ölkənin ixtiyarına keçir. Amma 2020-ci ilin sentyabrın 27-si 44 günlük vətən müharibəsində Azərbaycan ordusu bütün dünyaya sübut elədi ki, 25 il keçsə belə, 30 il keçsə belə Azərbaycan əskəri, Azərbaycan ordusu itirilmiş torpaqları geri qaytarmaq gücünə qadirdir. Ona görə də şeirlərimin birində deyirəm ki, qələbə əzmi ilə, böyük inamla, hünərlə döyüşə girdi ordumuz. Endirdi Şuşada düşmən bayrağını, ayaqlar altına sərdi ordumuz. Əskərin, zabitin nifrət içində, yağmalandı düşmən dəhşət içində. Dondu qaldı dünya heyrət içində, nəyə qadirdirsə gördü ordumuz. Qarabağa, qara qıfıl bağlayan, Xocalının sinəsini dağlayan, Ağdam məcidində donuz saxlayan kafirin belini qırdı ordumuz. Qorudu şərəfin Azərbaycanın, döyüş meydanında yazdı dastanın. Dəydi boş başına Səy Paşinyanın dəmir yumruq kimi bir də ordumuz. Allah ordumuzu qorusun və sizlərin hər birinizdən xahiş edirəm, bir dəqiqə, hər birinizdən xahiş edirəm, bu azadlığı, bu müstəqilliyi, bu bütövlüyü bizlərə öz canı və qanı bahasına bəxş edən bütün şəhidlərimizin ruhuna hörmət olaraq, ehtiram olaraq bir dəqiqəlik sükutla şəhidlərimizi yad eləyək. Çox xahiş edirəm, bu bizim vətənpərvər mənəvi borcumuzdur. Sağ ol Xaya. Allah şəhidlərimizə rəhmət eləsin. Məkanları cənnət olsun, məqamları uca olsun və hamınızdan xahiş edirəm, bir gürültülü alqışla ordumuzun şərəfinə səsləndirək. Eşq olsun, əlçəyənlərimiz var olsun. Gözəl insanlar, dəyərli insanlar. Bax, bugünkü məclisimizi açıq elanlayıram və bugünkü məclisimizi idarə eləyəcək mənimlə bərabər gördüyünüz bu gözəl sənətkarlarımız.